Çin dili çətin bir dildimi? Çin dili Herkese salam. Bugün biz sizə daha çox Çay Akademiyası səhifəsində ünvanlanan suallarla bağlı bir video çəkmək istəyirik. Videonu müəlliməm Firəngizlə birlikdə çəkirik. Gəlin birinci sualdan başlayaq. Birinci sualdan çox belə bir sual gəlir ki, sizcə çətindir, Firəngizə çətin deyil? Çin dilinin əslində çətinliyi öyrənmə prosesində yaşadıkları heroqliflərdir və tonlardır. Amma ondan başqa Çin dilinin əslində danışıq dilini öyrənmək çox da çətin deyil. Yəni bizdə məsələn kursa bilirsiniz də danışıq dilini öyrədirik. Yəni imtahana hazırlıq prosesində uşaqlara və böyüklərə. Aha, düzdür. Danışıq dilləri öyrədirik, doğrudur. Heroqliflərdir birinə çətin. Bunda düzdür. Məncə tamamilə razıyam. Məncə Çinlilər üçün də bəzən çətinlik yaradır. Tamamilə razıyam. Amma heroqlifləri də öyrənməyin də xüsusi bir metodu var. Bəli, onu da təbii ki, tələbələrə izah edərik. Əlbəttə ki, hətta mən düzdür. Elə məndə qrupda mən Çincə oxuyurdum da Çində. Elə Çinlilər mənə deyirlər ki, yazanda heroqlif, yəni telefonda yazıram, çıxır tanıyıram, amma əlimə alsam qələmi heroqlif yaza bilmərəm də. Bunu səmimi şəkildə Çinlər özləri də etiraf edirlər. Bunu biz də qəbul edirik, amma danışıq dili düşünürəm ki, çox mümkündür öyrənilməsi. Hətta ingilis dilində uzun sözlərdənsə Çində qısa sözlər hətta çox daha rahatdır öyrənilməsi. İkinci sual isə belədir. Mən Çin dilini nə qədər vaxtda öyrənə bilərəm? Firəngiz, fikirləriniz? Bu Çin dilinin öyrənmə, yəni sırası var. Əgər siz başlanğıc səviyyədə, sıfır səviyyədən tələbələr başlayırsa bu dilə, bunu neçə aya, 2 aya öyrənə bilərlər. Əgər onlar B2 səviyyəsinə, B1 səviyyəsinə çatmaq istəyirlərsə, ən azından 4-5 ay buna lazımdır. Bəli, əlbəttə. Xüsusi Çin dilinin ortalama səviyyəsinə gəlib çatsınlar. Hətta mən düşünürəm ki, belə biraz da rahatdırlarsa, fərdi yox, qrup dərsi götürürlərsə, bir 7-8 aya qədər çəkə bilər bu proses. Amma fərdi dərslərdə sürət tez olur, əlbəttə bununla da razıyam. Amma Çin dilini öyrənəndə bir şey nəzərə almaq lazımdır ki, o tələsmək, qaçmaq. Çünki bu tamamilə yad bir dildir, doğrudur. Məsələn, ingilis dilini, rus dilini eşidir də qulağımız, istər-istəməz gündəlik həyatımızda. Amma Çin dili tamamilə uzaq şərqin yad bir dilidir. Ona görə mən düşünürəm tələsmək lazım deyil, müəllimi də tələsdirmək lazım deyil. Daha rahat, bu prosesi daha maraqlı edərək öyrənmək olar düşünürəm. Eyni zamanda mən deyirəm ki, uşaqlar, yəni böyüklər də hər kəs Çin dilini öyrənənlər siz nəzərə alın ki, çox çətin bir dili öyrənirsiniz və siz Azərbaycanda yaşayıb başqa bir ölkənin mədəniyyətini öyrənirsiniz, dilini öyrənirsiniz. Bunun çətinliyinə nəzərə almaq tamamilə razıyam. Çox səbir tələb edən bir dildir. Əgər səbir tələb edirsə və müəllimənin tapşırıqlarını yerinə yetirirsə, bu yaxşı idi. Müəllimənin tapşırıqlarını yerinə yetirirsə, dərsə odaqlanırsa, o düzdür. Yəni çox yaxşı. Elə tələbə olur, doğrudur. Elə tələbə olur ki, ümumiyyətlə ev tapşırığı eləməyim, heç nə eləməyim. 5 ayda biliklər başıma bir dənə Çinli videosu var, kitaba baxır belə eləyir. O temada həqiqətən də bəzən düşünürəm ki, bilik başlarına avtomatik gələcək, amma belə olmur da. Bu proses biraz daha ağırlı, daha çətin ola bilər. Üçüncü sual isə ən çox verilən sual. Müəllimə, sizcə Çin dilini öyrənmək bizə perspektiv vəd edirmi? Niyə Çin dilini öyrənək? Firəngiz, sizcə niyə? Çin dilini iş və təhsil əsas səbəbi. Əsas yəni top 2 dənə iş və təhsil. Yəni bəli 2 dənə aspekti var. Birincisi işə görə öyrənirlər və bilirsiniz də iş baxımından Azərbaycanda hal-hazırda Çin dili üzrə işçi axtarma, bəli, kadr yoxdur və bunu tələb edirlər, axtarırlar. İkincisi isə hər kəsin fikridir ki, Çində gedib top universitetlərdə təhsil alsınlar. Bilirsiniz ki, Çin universitetlərə çox yaxşı təhsil verirlər və diplomları da Azərbaycanda tanınır, bəli, və çox yaxşı şanslar əldə edə bilirlər bu top universitetlərdən. Hətta mən deyərdim ki, Firəngiz, ucuz və yaxşı təhsil almaq üçün Çin birdir. Yəni məsələn İngiltərədə, Amerikada gedib top universitetdə təhsil alırsan, o qiymət olmayacaq. Qiymət həddən artıq yüksək olacaq. O keyfiyyətdə ucuz təhsilə çıxmaq istəyirsən, öncə Çin nömrə 1-dir. Bunu istisnasız deyə bilərəm. Ən çox da tələbələrə xoş gələn bir şey təqaüddür. Bəli, mənim də ən sevdiyim bir şeydir. Çünki o Çin universitetində o təqaüdü alıb orada xərcləmək çox gözəl bir şeydir. Düzdür. Aylıq da verir çünki. Bəli, çox qəşəng təqaüdlər də verirlər. Bu da tələbələri, yataqxanalar çox yaxşıdır. Yataqxanalar çox təmiz, bilirsiniz özünüz. Universitetlərin yataqxana, təhsil, təqaüd, hər şeylə təmin edildiklərinə görə və siz Çində olanda çoxlu texnologiyaların içində olursunuz. Düzdür, inkişaf, fərdi inkişafdır. Doğrudur. Mən düşünürəm ki, bir insan Azərbaycanın tələbə ən çox da özünə bir perspektiv açmaq istəyirsə, xarici təhsili rahat şəkildə əldə etmək istəyir, ucuz və keyfiyyətli əldə etmək istəyirsə, birinci Çindir. İş də çoxdur, həddən artıq çoxdur. Heç bir dil düşünmürəm, xarici dil bu qədər iş şansı vəd edir həqiqətən. Bunu tam səmimi deyirəm. Məsələn, Koreya dili var, Yapon dili var, öyrənənlər eyni əziyyəti çəkirlər, amma nəticədə o qədər axtarılan bir işçiyə çevrilmirlər. Doğrudur.
Bugünü bu qədər düşünürəm ki, bu sizin üçün faydalı bir video oldu. Növbəti videolarda inşallah sizinlə görüşərik. Sağ olun.